Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. 2024-cü ildə Tavuş rayonunun Kirants kəndində dövlətlərarası avtomobil yolunun bu hissəsi Azərbaycana təhvil verildi. Səyyar TV Global Infoya istinadən xəbər verir ki, bunu Tavuşdan olan jurnalist Voskan Sərkisyan yazıb. O bildirib ki, həmçinin Kirants körpüsü birtərəfli qaydada Azərbaycana verilib və kəndin ərazisindən yeni yol çəkilib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Tavuşdan Azərbaycana 1 mm-də torpaq verilməyib. Əslində isə təxminən 15 hektar ərazi Azərbaycanın nəzarətinə keçib. Voskan Sərkisyan 10 il əvvəl həmin ərazidə çəkdiyi fotonu paylaşıb və bu yerlərin Azərbaycanın olduğunu bildirib. O, ərazidəki yeni reallığa Kirants sakinlərinin də qarşı çıxmadığını vurğulayıb. Qeyd edək ki, qanuni delimitasiya çərçivəsində Kirants kəndində 2 ev, körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və müəyyən qədər torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib. Voskan Sərkisyanın yaydığı fotoda Ermənistanın 2024-cü ilə qədər işğalda saxladığı, lakin delimitasiya çərçivəsində nəzarətimizə keçən Kirants yolu əks olunub.